Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 19 aprel 2026-cı ildə Güvən Nəşriyyatının keçirdiyi kurslara qəbul imtahanında 9-cu sinif 1 və 2-ci qrupların riyaziyyat suallarının izahına baxacaq. İlk öncə onu deyək ki, kanalımızı bəyənib abunə olmağı unutmayaq. Keçək 21-ci sualın izahına. Demək, 21-ci sualda bizə deyir ki, məktəbdə 2 zəng sistemi var. Birinci zəng 40 dəqiqədən, ikinci zəng isə 36 dəqiqədən bir səslənir. Zənglər 8:00-da eyni anda səslənərsə, təkrar birlikdə saat neçədə səslənər? Onda ilk öncə əkop 36 ilə 40-ın tapaq. 36 və 40-ın hər ikisinin ortaq böləni 4-dür. 4-ü çıxartdıq qarşıya. Yerdə qaldı əkop 9 və 10. Bu da bərabərdir. 4 vurulsun 9 və 10 qarşılıqlı sadə olduğuna görə əkop onların hasilidir. 9 vurulsun 10. Bu da edir 360 dəqiqə. Demək 360 dəqiqədən sonra, yəni eyni anda təkrar zənglər çalacaq. Demək onda 360 dəqiqəmiz bilirik ki 6 saat deməkdir. Yəni 1 saatımız 60 dəqiqə olduğuna görə oldu 6 saat. 8:00-da çalmışdır. 6 saat sonra çalanda saatımız olacaq 14:00. Cavabımız D variantı. Keçdik növbəti sual 22-ci suala. Venn diaqramını çəksək. Demək, burada fikir versək, bizə deyir ki, NA-da, NB, NC-də 15-dir. Hər üçünün kəsişməsi 2-dir, yəni bura oldu 2. A ilə B-nin kəsməsində 5 element var. Onda bura olur 3. B ilə C-də də 5 element olduğuna görə onda burada qalır 3. A ilə C-də də 5 element olduğuna görə kəsməsi burada olur 3. Və onda NA-ya qalır 7. NB-də bura qalır 7. Burada oldu 7. Bizə də deyir ki, bunların üçünün birləşməsini tapın. Onda üçünün birləşməsini tapsaq 15 üstə gəlir 7 üstə gəlir 3 üstə gəlir 7. Bu da bərabərdir 32 olmuş olur. Yəni cavabımız B variantı. Keçdik növbəti sualın izahına. 23-cü sualda bizə deyir ki, 0,4-də 6. Yəni 0,4-də 6 bilirik ki, 3-də 2 deməkdir. Yəni 9-da 6 3-də 2-dir. Üstə gəlinsin 3-də 1. Bu da bərabərdir 3-də 3, yəni 1 olmuş olur. Cavabımız oldu B variantı. Növbəti sual 24-cü sual. Müəyyəndir bir işi eyni gücə malik 8 işçidir 15 günə bitirir. 8 işçimiz 15 günə bitirir. İşin 10 günə bitməsi üçün mövcud işçi qrupuna daha neçə eyni güclə işləyən işçi əlavə olunmalıdır. Demək, onda 10 günə bitməsi üçün görək neçə işçi lazımdır bizə. Buradan da bilirik ki, işçilərin sayı artdıqca işimiz azalır. Ona görə tərs mütənasibdir. 10 vur x bərabərdir 8 vur 15. X də bərabərdir 120 bölünsün 10. Yəni olur 12. Bizə deyir ki, neçə işçi əlavə olunmalıdır dediyinə görə 12-dən də 8-i çıxsaq 4 dənə işçi lazım idi bizə. Yəni cavabımız olur B variantı. Keçdik növbəti sualımız 25-ci sual. Kitabın 60%-ni oxuyan şagird daha 60 səhifə oxuduqdan sonra kitabın səhifələri bitmiş olur. Demək, 60%-ni oxumuşdu, əlavə, yəni yerdə qalan bizim 40%-imiz var idi. Və bu 40% isə 60 səhifə imiş. 100%-imiz isə olur x. Buradan da x-i tapsaq, 60-ı 100-ə vurub 40-a bölərik. Bu da bərabərdir 150 olmuş olur. Cavab oldu D variantı. 26-cı sualda bizə deyir ki, açıq bucağın təpə nöqtəsindən çıxan üçgün açıq bucağı 3 müxtəlif bucağa ayırır. Bu bucaqların biri 50 dərəcədir, digər iki bucağın fərqi 34 dərəcə olarsa, alınan kiçik bucaq neçə dərəcədir? Deməli, bir bucağımız, alfamız deyək ki, 50-dir. Biri beta, digər də gamma olsun. Və deyir ki, bunların fərqi, yəni beta çıxılsın, gamma 34-ə bərabərdir. Və biz də bilirik ki, açıq bucaq, yəni 180 dərəcədir. Demək ki,
180 dərəcədirsə, onda betaya biz qammaya x desək, betamız x üstəgəl 34 olmuş olur. Və bu üçünün cəmi bizə verir 180. 50 üstəgəl x plus 34 üstəgəl x bərabərdir 180 dərəcəyə. Və buradan 2x üstəgəl 84 bərabərdir 180-ə. 2x bərabərdir 180-dən 84 çıxsıq 96. X da bərabərdir 48 almış olur. Və bizdən də kiçik bucağımızı soruşurdu. O da olur 48 dərəcə. Keçdik növbəti sual, 27-ci sual. Deyir ki, 2 kiçikdir x, o da kiçikdir 5 və mənfi 3 kiçikdir y, o da kiçikdir mənfi 1 olarsa, x və y-in tam qiymətlərinə uyğun x minus y fərqinin ala biləcəyi ən böyük qiymət tapın. X və y-in tam qiymətləri dediyinə görə, onda burada bizim x-imiz ola bilər 3 və 4. Y-imiz də burada ola bilər yalnız mənfi 2. Onda x minus y-in ən böyüyündən söhbət gedirsə, onda x-in ən böyüyü çıxılsın, y-in də bir qiyməti var, onsuz mənfi 2. Bu deyilir 6. Yəni cavabımız olur C variantı. Keçdik növbəti sual, 28-ci sual. ABC bərabər tərəfli üçbucaqdır deyir. D-yə perpendikulyardır AB-yə. Bura 90 dərəcədir, onda bu bucaqda 90-dır. BY-miz 5-dir, CD-miz 8-dir. ACD nöqtələri bir düz xətt üzərində olarsa, AC-ni deyir tapın. Onda bərabər tərəf olduğuna görə biz bilirik ki, hər bir bucağa 60 dərəcədir. Onda bura 60 dərəcədirsə, buradakı bucaq 30 dərəcədir. Onda burada bir K nöqtəsi desəm, BYK üçbucağı düzbucağı olduğuna görə 30 dərəcənin qarşısı 5-dirsə, 90-ın qarşısı BK-mız olur 10. İndi keçdik ki, bura 30 dərəcədirsə, buradakı bucağımız da 30 dərəcədir. C bucağı 60 dərəcə idi. Onda qonşusu olur 120 dərəcə. Və 30, 120, 150 isə onda D bucağımıza da qalır 30 dərəcə. Onda buradan belə çıxır ki, KC-miz bərabərdir CD-yə. O da bizə verir 8-i. Və onda BC-miz bərabərdir BK ilə KC-nin cəmini. O da bərabərdir 10 plus 8. Edir 18. AC də BC-yə bərabər olduğuna görə bu da olur 18. Yəni cavabımız oldu 18 C variantı. Növbəti sualımız 29-cu sual. Deyir kök altında 0,4 üstəgəl kök altında 0,9 üstəgəl kök altında 2,5 ifadəsinin qiymətini hesablayın. Şayət burada hər bir kökü kök altda 10-a vurub və kök altda 10-a bölsək, onda surətimiz olacaq kök altında 4 üstəgəl kök altında 9 üstəgəl kök altında 25 bölünsün kök altında 10. Bu da bərabərdir. 4-dən çıxır 2, üstəgəl 9-dan çıxır 3, 25-dən də çıxır 5. Bölünsün kök altında 10. O da bərabərdir. 2, 3, 5, üstünə 5 gəlsin, 10 bölünsün kök altında 10. Bu da məxrəci irasada azad etsək, cavabımız olar kök altında 10. Yəni A variantı. Keçdi növbəti sual 30-cu suala. O1 və O2 mərkəzli çevrilər bir-birinə P nöqtəsində xaricdən toxunur. A düz xətti kiçik çevrəyə A nöqtəsində toxunur. Böyük çevrəni B və C nöqtələrində kəsir. O1, O2 paraleldir AC. O1 P isə 9-dur. O2 P isə 15 olarsa deyir AC-ni tapın. Şayət burada demək ki O1 P bizim radiusumuzdur, kiçik çevrənin radiusu. Burada biz O1 ilə A-nı birləşdirsək, bu da olur 9. O2-dən BC-yə bir xətt çəksək və perpendikulyar olmuş olur və BC-ni 2 bərabər hissəyə bölür, x-a. Və biz bilirik ki, O2 P-miz çevrənin radiusu olduğuna görə, onda mən B-O2 nöqtəsini birləşdirsəm,
Bu da radiusu və 15'dir. Onda O1A'mız O2 K'ya bərabər olduğuna görə burada 9'dur. Bura Pifagor tətbiq etsək, x'in kvadratının üstünə 9'un kvadratını gəlsək, bərabərdir 15'in kvadratına. X kvadratı bərabərdir 225 çıxılsın 81. X isə bərabərdir 12 alınmış olur. Demək, bura oldu 12. Bura 12 isə burada 12'dir. İndi bizə gəldik, bizdən soruşur ki, AC-ni tapın deyir. A'dan C'yə qədər olan hissəni soruşur. Biz bilirik ki, A'dan K'ya qədər məsafə ilə O1'dən O2'yə qədər olan məsafəyə bərabərdir. Üstünə də KC-ni gəlsək, AC-ni tapmış oluruq. Onda 9 üstə gəl 15, üstünə də 12 gəlsək, bu da bizə verir 36. Yəni cavabımız D variantı. Keçdik növbəti sual, 31-ci sual. 212 çıxılsın bir ədədi aşağıdakılardan hansına tam bölünmür? Demək, 212 206'nın kvadratı yazsaq, çıxılsın bir də 1'in kvadratı. Bu da bərabərdir. Müxtəsər kimi yazsaq, 206 çıxılsın 1, bir dəfə də 206 üstə gəl 1 şəklində yazmaq olar. Bərabərdir. 206 64'də 1 çıxsam olur 63. 64'ün üstə 1 gəlsin, bu da olur 65. Bunu vuruqlarını alma şəklində də görsətsək, 3 vurulsun 3, vurulsun 7, vurulsun 65'də 5 vurulsun 13 deməkdir. Bizə soruşur ki, aşağıdakı hansına tam bölünmür? Baxsaq ki, A variantı vuruqların içində 7 var, bölünür. B variantı 3 vur 5 var, bölünür. C variantı 3 vur 7, 21 bölünür. D variantında burada vuruqların içində bir dənə 5 var, amma burada 25'də 2 5 olduğuna görə 25'ə tam bölünmür. Demək, cavabımız 25, yəni D variantı olmuş olur. Növbəti sualımız 32-ci sual. Avtomobil müəyyən yolu 10 saata gedir. Avtomobil sürətini 10 km/saat artırdıqda həmin yolu 1 saat daha tez gedir. Avtomobilin ilkin sürəti neçə km/saat idi? Demək, şahidlər, S bərabərdir, bilirik ki, V vurulsun T'dir. Yəni, gedilən yolumuz. Və bizə deyir ki, həmin yolu 10 saata gedir. Yəni, V sürətlə gedəndə 10 saata gedirsə, onda bizim məsafəmiz 10V olmuş olur. Və deyir, avtomobil sürətini 10 km artırarsa, yəni onda V plus 10'dan gedərsə isə deyir. Bunu isə 9 saata, yəni 1 saat tezliyinə görə 9 saata getmiş olur. Onda bunları bərabərləşdirsək, 10V bərabərdir 9V üstə gəl 90. Buradan da V bərabərdir 90 almış olur. Demək ki, avtomobil ilkin sürəti 90 olmuş olur. Yəni B variantı. Keçdik növbəti sualımız 33-cü sual, parallelogram sualdır. Deyir, AY və DF tənbülənlərdir. Tənbülən sonunda bura bir alfa, bura alfa desək, çarpıza görə Y bucağı da alfa olmuş olur. Onda ABY üçbucağı bərabər yanlı olduğuna görə AB 3 isə BY də 3'dür. Demək, bura beta desək, F bucağı da beta olmuş olur çarpıza görə. AB 3 olduğuna görə CD də 3'dür. Onda betalara görə FC'miz bərabərdir CD'yə. Onda burada olur 3. Onda BC'miz olur 8. Onda AD də 8'dir. Və parallelogram perimetrini soruşur. P də bərabərdir. 2 vurulsun 3 plus 8. 2 vurulsun 11. Bu da edir 22. Yəni C variantı. Növbəti sualımız 34-cü sual. Qabarıq altıbucağının bir təpəsindən çıxan diaqonalları onun neçə üçbucağa bölür? Demək, qabarıq altıbucağının bir təpəsindən diaqonalın böldüyü üçbucağı sayısı n-2 sayda üçbucağa bölür. N-imiz 6 olduğuna görə 6 çıx 2 bərabərdir 4 olmuş olur. Yəni cavabımız C variantı. Növbəti sualımız 35-ci sual. 4 bölünsün x deyir, böyük bərabərdir 0 bərabərsini ödəyən x'in ən kiçik tam qiyməti neçədir? Demək, 4 müsbət olduğuna görə, demək, onda müsbəti müsbətə bölsək müsbət edər. Onda x'imiz böyükdür 0'dan. Və x'in 0'dan böyük ən kiçik qiyməti 1 olmuş olur, yəni A variantı. Növbəti sual 36-cı sual.
36-cı sualda deyir, iki eyni kvadratın hər birinin tərəfi 6 santimetrdir. Bu kvadratları elə üst-üstə qoyulur ki, onların kəsişdiyi hissə ortaq sahə tərəfi 3 santimetr olan bir kvadratdır. Yəni ortaq dediyi bu hissədir və bu deyir ki, tərəfi 3 santimetrdir. Demək, alınan yeni fiqurun deyir, ümumi sahəsi neçə santimetr kvadratdır. Demək, şagirdlər, burada alınan fiqurun ümumi sahəsini hesablamaq üçün biz bilirik ki, onda tərəfimiz 6-dırsa, onda bunda tərəfi 6-dırsa, hər bir kvadratın sahəsi 36-dır. Bu içəridəki kvadratın tərəfi 3 olduğuna görə, onda bu içəridəki kiçik kvadrat deyək, S kiçik. Kiçik kvadratın sahəsi 9. Və biz iki böyük kvadratın sahəsi hər biri 36 olduğuna görə 36 ilə 36-nı toplayıb ortadakı 9-u çıxsaq, bu bizə verər ümumi burada alınan fiqurun sahəsi. Yəni olmuş olur 63. Yəni B variantı. Növbəti sual 37-ci sual. Düzbucaqlı koordinat sistemində ABC üçbucağının apsis oxuna nəzərən simmetrik olan fiqurun təpə nöqtələrin koordinatları hansıdır? Demək, biz bilirik ki, A nöqtəsi misal üçün x, y-miz apsis, yəni o x oxuna nəzərən simmetrik olanda x qalırdı, y isə əks işarə ilə dəyişirdi. İndi koordinat oxunda baxsaq, A nöqtəmiz bizə verib A nöqtəsi 2 ilə 1-dir. Onda apsis oxuna nəzərən simmetrik olsa, bu 2 -1 olmuş olacaq. B nöqtəsinə baxsaq, B nöqtəmizin koordinatları 2 ilə 7-dir. Onda bu da olacaq 2 -7 nöqtəsi. C-yə baxsaq, C nöqtəmiz 5 ilə 1-dir. Onda bu da olacaq 5 -1 nöqtəsi. İndi variantlara baxsaq, A nöqtəsi 2 -1, baxaq 2 -1 A variantı getdi, 2 -1 B-də var, C variantı getdi, D variantı getdi, Y variantı getdi. Demək elə cavabımız B variantı olmuş olur, 2 -1, 2 -7, 5 -1 nöqtəsi. Gəldik növbəti sual 38-ci sual. Y bərabərdir x kvadrat çıx 3x üstəgəl 2 funksiyasının qrafiki ordinat oxunu hansı nöqtədə kəsir? Ordinat oxu y oxudur. Yəni y oxunu kəsirsə, onda x-imiz 0 olmalıdır. Gətirib x-i yenə 0 yazsaq, 0 çıxılsın 0 üstəgəl 2. Bu da edir 2. Yəni 0-2 nöqtəsi Y variantı olmuş olur. Keçdik 39-cu sual. 1, 3, A plus 3, 9, 12, 13 ədədlər sırası medianı 7 olarsa A-nı tapın. Baxsaq, ədədlər sırası cüt saydadır. Cüt sayda olanda isə biz demişik ki, ortada duranların cəminin yarısı. Yəni A plus 3 ilə 9-u toplayıb yarıya bölsək, bizə verər 7-ni. Onda buradan A plus 12 bərabərdir 14-ə, A da bərabərdir 2 alınmış olur. Yəni A-nın qiyməti 2-dir, B variantı. Növbəti sualımız 40-cı sual. K-nın deyir hansı qiymətlərində kx plus 3y bərabər 7, 2x plus y bərabər 4 tənliklər sisteminin yeganə həlli var. Yeganə həllin qaydası budur ki, A1-in A2-yə nisbəti fərqli olmalıdır B1-in B2-yə nisbətindən. İndi həmin qaydaya görə K-nın 2-yə nisbəti fərqli olmalıdır 3-ün 1-ə nisbətinə. Çarpaz vursaq, K fərqlidir 6-dan. Yəni cavabımız K fərqlidir 6, B variantı olmuş olur. Diqqətinizə görə təşəkkür edirəm şagirdlər. Kanalımıza abunə olub bəyənməyi unutmayaq.